Türkiyənin bu məsələlərdə rolu, Husilərə təsiri, növbəti Amerika Birləşmiş Ştatlarının zərbələrinin qarşısının alınması və ola bilsin ki, Türkiyənin diplomatik üsullarla Husilərə nəyisə çatdırması kimi məsələlər müzakirə oluna bilər və yəqin ki, bu danışıq da Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürülüb, mən belə başa düşürəm. Təbii ki, Türkiyə Husilərə nəsə deyə bilər. Türkiyə regionda ən böyük güclü dövlətdir. Mən deyərdim, bugün hətta Türkiyənin gücü o qədərdir ki, Avropanın təhlükəsizlik arxitekturası belə Türkiyədən asılıdır. Ona görə də istənilən halda yaxın şərqdə baş verən bütün hadisələrdə Türkiyənin rolu olmamış deyil və Türkiyənin rolu və icazəsi eyni zamanda iştirakı olmadan, rızası olmadan da hadisələrin baş verməsi ola bilər, amma onun hara aparacağı heç kəsə məlum ola bilməz. Türkiyə istənilən məsələdə söz sahibi olmalıdır. Olmasa o məsələlər öz oxundan çıxa bilər.